Buyur. Çox maraqlıdır mənə. Bunlar bu pulu nəylə alırlar? Range Rover sürürlər, Mercedes sürürlər, Galix sürürlər. Kimdə az bunları? Birində biz atın da. Biz də geriyə oturaq evdə o ərək qulluq eləyək. Hara gedirəm ərər deyirsiniz. Ərimin əli ayağı yoxdur da. Mən kimi qadının arxasında dayanın. Gedim o şikəstlərimin yanında oturum ona qulluq eləyim. Nə ölürəm burada? Söyülürəm. Çiğdəyə paltar reklam eləyirəm. Ağzımı üzümü söyürsüz. Neyimə lazımdır? Gedib elə mən də oturaram TikTokda olaram yayıncı. Hamını loxlayıb cibinə girərəm. Deyərəm atım, siz atın mən yiyeyim. Valla qatığımın dolması yoxdur, dolmamın qatığı yoxdur. Bugün tas qoyaram burada. Bugün kaminalımın vaxtıdır 177 manat. Sabah şığımın vaxtıdır 210 manat. Bugün quru çayım qutardı. Çaynikimin lülüyü qırıldı. 5 manat atın. Maraqlıdır mənə valla. Bəli. Kimdir bir nəfər? Kişi neyir məni? Peki şeydi. Bir də bu jüteriyadan ötürü gəlib. Soruş müşteridən ötürü gəlib. Ha, şimdi cibine koydum. Belli Nermin Hanım. Mənə bax. Hə, verin. Ver aşkım, o birin verin. Hə, onu da ver, getsin yola sal. Bacı, mənim maşınım var ya, mən demirəm ki, mənim maşınım yoxdur. Mən maşını leasing almışam, bəli. Cəmaatın 18 bin manata aldığı maşını, nəqdə aldığı maşını. Mən gedib 3 illik canımın dərdindən götürmüşəm ki, uşağımı məktəbə aparım, ərimi həkimə aparım, xəstə anam var, anamı aparım. Siz məni burada tərifləməyin, mən burada sizə belə pis çıxmasın. Sizin, necə deyim, hisslərinizlə oynayıb sizə rol eləmək istəmirəm. Ay, mənə yazdığınız gəlsin. Ay, can. Qutabçı, Azərbaycan qadını, namuslu qadın, əllərindən öpürük. 7 il bundan qabaq dediyiniz sözləri mənə deməyinizə ehtiyac yoxdur. Mən onu istəmirəm sizdən. Mən sadəcə deyirəm ki, ay qadınlar, əlinizi vicdanınıza qoyun, gözünüz açılsın. Bugün mən əziyyətli, mənim uşağım sünnət olub evə gətirmişəm. Ağlayan uşağı evdə qoyub gəlmişəm bura. Nəydən ötürü? 5 manat çörəyimdən ötürü. Bəli. Bugün mən uşağı kəstirmişəm, gəlib qoymuşam evdə, çıxıb gəlmişəm çörəyimdən ötürü. Neyimə lazımdır? Bu TikTokdur. Mənim üçün də olsun da bu TikTok. Gedim mən də oturum, valla belə bir qazanım da 500-600 dollar. Nətər bu millətə atırsınız? Ay bacı o hədiyyələri. Bizə də atın, biz də gün görək də nə? Biz də gedirik oturaq. Biz də mənim evimdə necə deyim, xəstəm var. Mən də gedim oturum onun yanında. Deyim ki, TikTokdan mənə dəstək oldular. Mən də gündə vaxt şey qoyum. İşıq pulum, qaz pulum, su pulum, ərzaq pulum. Nə bilim, leasingim var, kreditim var. Evdə uşaqlarım acdı, McDonald's aparmalıyam, rastişka almalıyam, KFC almalıyam, yeməlidirlər. Bugün qızımın qutkası yoxdur, cırılıb, dəftəri yoxdur. Mən də deyim də bunları, niyə demirəm ki? Qurana and olsun deyirəm, TikTokda yayıncılar var ki, elə evdən canlı açırlar ki, adamın ağzı qəribə qalırsan. Deyir, kiraya verirəm. Az bu kiraya nə ilə verir bu? Şəhərin mərkəzində ev 700-800 manatdır. Nə ilə verirsən, ay bacı, sən o pulu qurban olub? Nə vaxtda baxırsan, bütün günü canlıdasan. Deməli, bu TikTokda pul var imiş. Mən başıma. 980 minlik mənim səhvəm var. TikTokda 980 minlik TikTok səhvəm var. Mən onu niyə o eləmədim? Çox sağ olun hədiyyə üçün, minnətlər dostlar. Təşəkkürlər. Cibinizdə olsun. Ay Allah, sevgi ilə ayrıldın. Sevgi kimdir? Çox sağ olun. Təşəkkürlər, var olun. Çox sağ olun. Minnətdaram. Çox sağ ol Günelim. Gözdən pərdə asırsan. Elə mənim pərdəm sən olasan. İnşallah. Təşəkkürlər. Hələ pul yığıb tikəndə var. Ay bacı, Allah canlarını sağ eləsin. Prosta yanı deyirəm ki, bu günləri, bugünkü gündə biz heç nəyi sizdən istəmirik. Sizdən, deyən görün bu Can Polad qardaşı nə deyir? Can Polad qardaş, qadoyu alsın bacın sən. Qızlar, ekranı tıklayın, zəhmət olmasın. Təşəkkürlər, effekt qoymamısan. Azda dincəl də effekt yoxdur. Öldürdün sən də, girdin ömrümüzə. Qızlar, bir də ekran tıklayın da, xahiş eləyirəm. Bacı, qələt eləyirlər, boş ver. Çox sağ olun, necəsiz? Qızlar, ekranları tıklayın, çox xahiş edirəm. Çox xahiş edirəm hər birinizdən. Bir dənə ekranları tıklayın. İnansan, burada mənə söyənlər adlarına bax bir dənə. Ərsiz dünyam, atasız dünyam, anasız dünyam, itirilmiş, satılmış, atılmış, döyülmüş, söyülmüş, dəyişdirilmiş, qaytarılmış. Allaha and olsun. Bir də normalni biri gəlib bir söz demiş ki, cəhənnəmi çıxıb qabağında da deyəsən ki, çox sağ olun fabelik məhsulları, effektsiz əla, valla effekt yoxdur. Ay bacı, valla billah hamısını çıxartdılar. O pürüzsüzdür nədir? Onu da çıxartdıq da buradan ruçkadan. Budur pürüzsüz. Yoxdur, bax burada. Bax pürüzsüzü indi qoşacam, gör necə dəyişildim. Gördünüz? Bax, çıxartdım. Nəysə. Boşanmış, valla, boşanmış qadınlara ümumiyyətlə heç nə demərəm. Bu dəqiqə elə bir boşanmış qadınlar var ki, ailəli qadınlardan belə pis çıxmasın bəzilərindən,
mərifətli, qanacaqlı, qabiliyyətlidir. Nə olub ki? Bir dənə Azərbaycandadır bu tema. Boşandınsa pozğunluğa gedirsən. Yox, niyə ki? Hələ bu pozğunluqları da vadar eləyən kişilərdir də. Niyə ki? Elə şey olur. Nə oldu elə? Qadın elə hansı qadın xoş günündən, şad günündən, hansı qadın xoş günündən imtina eləyib qaçıb çıxıb gedər. Valla. Ay kişilər, gedib barda oturub Azərbaycan qadınlarına əmr zakaz verib qabağınıza viski süzməkdənsə, o bəzilərinə aiddir. Girib burada qadınları söysüzə, alın hərəviz evizdə bir də arvad eləyin, pozğunlarımızda olmasın. Deməyin pozğun. Nə olub ki bəyəm? Nə oldu elə? Açıq geyindim, pozğunsan. Başımı bağladım, pozğunsan. iPhone işlətdim, pozğunsan. Maşın sürdüm, pozğunsan. Mənim özümdə bu dəqiqə kişi qeyrəti var. Bilirsən ya yox. Bu gün mənim yoldaşım olsa da, mən bu gün ona əziyyət vermədim. Dedim, sən otur. Çünki bildim ki, mən aparacam onu xəstəxanalarda əziyyət çəkəcək. Oturub arabada baxma, onun ayaq yolusu var, üzr istəyirəm, çayı var, suyu var. Mən özüm tək başıma apardım uşağımı bu günləri, müsəlman elədim, gətirdim. Başa düşürsən ya yox. Mən kimi güclü qadının arxasında siz kişi axtarmayın. Olsa belə məndən zəif kişi olar o. Ömür boyu məndən güclü kişi ola bilməz. Təbii ki, ərimdən başqa. Ərim heç. O mənim alan nəfəsimdir, evimin varıdır, yoxumdur, dövlətimdir, hər şeyimdir o mən. Allah da bütün qadınların üstündə o kişi nəfəsini əssiy eləməsin. Allah yenə də deyirəm, dünyasını dəyişmiş ölənlərimizi rəhmət eləsin, qalanlarımıza can sağlığı versin. Mən artisəm, aktyoram, aktrisayam, bax belə zor eləyirəm. Həyat senaridir, həyat mənimdir, necə istəyirəm elə də oynayıram. Sağ olun, necəsiz? Külbaşı və həcini neynirəm? Bambılı, həci deyəndə, gör nə qədər həcləri aşağılamışsınız ki, qabaqları biz hac deyəndə Kəlbəlayı, Məşədi yadımıza düşürdü. İndi həci deyəndə, inan Allaha deyirəm, bir oliqarx qız axtarıram ki, görəsən onu saxlayan kimdir? Bu evi yerə soxum sən. Həci neynirəm? Həci ilə gedib bir dalına şalvar ala bilsin, sonra gəlib məni saxlasın. Həci, külbaşıma, həci. Kül mənim başıma, həcin gözü çıxsın, görmür mən uşağımı sünnət eləyib qanlı-qanlı gəlmişəm 5 manat puldan ötürü. Hə? Nə oldu? Gəlsin də bu həci sevindirsin də bizi də bir bahalı hədiyyələrlə, qəşəng həyatla, alsın bir altımıza desin Elantra sürmə, Range Rover sürayın Ərmin. Nə oldu? Görmür? Vallahi elə mənim varımda adı da Nurdur, bəsimdir. Həcə getməmiş elə həcidir. Eybi yox, inşallah o da olar bir gün. Nə olar ki, nə problem var ki? Ərim var axı. Yo, mən elə bilirdim, yoxdur. Nə bilim, arada gəlir gedir sizə, evdə tapılmır. Çox sağ olun, necəsiz? Qızlar, ekranları tıklayın, çox xahiş edirəm. Səhifəmizdə aktivi lazımdır. Çünki biz Qızlar, bir də ekranları maksimum dərəcədə like eləyin. Hə, vallahi, boş verir, Qur'an olsun. Ağız, bilirsən, bu dildə sümük yoxdur ki. Və adam yeriyir, ayağı ağrıyır, sümük var, belin ağrıyır. Nə bilim, canın ağrıyır, çiynin ağrıyır, başın ağrıyır. Az, bunlarda bu dil var ha. Az, bu ağız açılır, yumulur. Nə qədər deyəsən? Boxça dörçü pükəsən ağzı. Nə qədər istəyirsiniz danışın. İnanın Allaha, haqqıma girib bütün günahlarımı yuyursunuz. Öpürəm də sizi. Bir dənəsiz, valla. Oy, amma deyir cənnətdə, ay qız cənnətdə Wi-Fi da yoxdur. Elə cəhənnəm yaxşıdır, amma orada olacaq. Xaşəm o səfədə qal. Ay can, Mayla, hədə gəldik də özü sox. Ay qız buna bax, Röya necəsən? Xoş gəldin ürəyim. Nərmin gözləri götürmür. Qur'ana and olsun deyirəm, mən Allahın bir bəndəsiyəm. Mən Allahın bir yaratdığı bəndəyəm. Nə qədər məni aşağılayın, Allah məni o qədər ucaldacaq. İnanın Allah. Çünki bilirsiniz niyə? Siz mənə gəlib burada pozğun da yazsa, siz mənə fahişə də yazsa, siz mənə bax, ən pis sözü də yazsaz, Qur'ana and olsun, mənim üçün buradan gəlib, buradan gedir. Bilirsiniz niyə? Çünki bugünkü gündə mən öz yolumu bilirəm, mən tutduğum mövqeyi bilirəm, mən özümü tanıyıram. Mən məcbur deyiləm ki, 10 milyona özümü tanıtdırım və yox da özümü sizə ispat eləyim, yox. Mən evli qadınam. Mənim qeyrətim də, namusum da sizə qətiyyən qalmayıb. Mən sizin övladlarınızı pozacaq heç bir hərəkət eləmirəm. Pis şeyləri təbliğ eləmirəm. Mən niyə edirəm? 2-3 də mağazadır, reklam edirəm, xəbərdar eləyirəm sizi, gəlin, alın. Niyə partlayırsınız? Niyə yanırsınız? Qurban olum. Gərək ərvi qoltuğuna vurub gedib podiumda döşü qalmış qızları izləyəsən, nə olur? Elə mənim əynimdə bax, Cəlalda. Heç olmaz elə. Hə? Az sən gözün çıxsın. Hə? Sənin ərvi əlindən alsınlar. Ağlaya-ağlaya gəlib mənə deyəsən ki, ərimi aldılar əlimdən. Amin inşallah. Gözü yaşlı qalasan, ay mən burada söyən qızlar. Ər üzünə həsrət qalasınız. Bax, azanın vaxtıdır inşallah. Ay Allah, özün səsimi eşit. Ay qız, Allah ki bir də kişi söymür, hamısı qadındır. Bir şey ki, kişi profilinə söydü, getdim ərini tapdım yağlamada, deyir bu arvadım işlədir bu profili. Yığıb arvadına deyir, az, sən bu qızı niyə söymüsən?
Deyir mən söyməmişəm, uşaq söyüb. Boynun attı. Qura getdim gördüm ki, əri maşının yağını dəyişir. Yazıq. Əleyküm əssalam. Pozğunluğun harda görmüsünüz? Maşınla geyim. Ay xanım, indi hamının maşını vardı. O ne deməkdir ki? Quran haqqı, mən Qurana əl basaram. Mən maşını ömür boyu pis yolla almaram. Mən sürdüyüm maşının 17-18 min qiyməti var. Başıma dönərəm sən. Allah şahidim olsun. Mən sürdüyüm maşının 17-18 min qiyməti var. 2 balamın canına and olsun. Mən o maşının pulun Allahım şahiddir ki, nə zülümlə verirəm. 17-18 minlik maşını mən bugünkü gündə 33 minə, 32 minə gəlib düşüb mənim üstümə. Mən onu kreditlə almışam. And olsun bizi yaradana. Cəmaət onu bir günə, 2 günə TikTokdan o pulu götürüb gedib nəqd alanda mən onu ay-bay almışam. Mən heç kimə möhtac qadın deyiləm. İnanın Allaha deyirəm. Amma siz mərdi qova-qova namərd eləyirsiniz. İnsanın bu qədər üstünə gəlməzlər. İnsanı bu qədər aşağılamazlar. Xanım, mən 3 illik almışam maşını. Ayda 669 manat pul ödəyirəm. Mən sizə ömür boyu deməmişəm. Mən sizdən heç nə istəməmişəm. Maksimum sizdən istədiyim olub ki, bir dənə ekranı tıklayın, canlını bəyənin. Heç adamın da üstünə bu qədər gələr. Mən 30 yaşım var. Mən gənc anayam, gənc qadınam. Mən sizə neynəmişəm? Ümumiyyətlə siz mənə nə vermisiniz, məndən ala bilmirsiniz? Bax, sizin istəyiniz nədir? Mən indi neyniyim? Allah bu yolu mənə açıb da. Allah yaxşı insanların əli ilə məni yaşatmağa vadar eləyir. Deyir ki, həyat gözəldir. Sən 7 il çətinliyi çəkmirsən. Mən sənə bu gün bu gözəl həyatı bəxş eləyirəm. O mənim günahım deyil ki. Bəli, mən 95 təvəllüdam. 17.02.1995. Allah haqqı mərdi qova-qova namərd eləyirsiniz. Qurana and olsun deyirəm. Siz bizim ağlımıza, siz bizim yaddaşımıza bunu deyirsiniz ki, get düş pis yola. Elantra sürmə, get pis yola düş, başqa maşın sür. Siz bunu deyirsiniz bizə. Çünki mənim onu nə sürməyə imkanım yoxdur, nə də mən onu bacarmaram. Etməyin də, niyə eləyirsiniz? Siz mənə nə vermişsiniz, ala bilmirsiniz? Adamın da üstünə bu qədər gələr. Günah deyil bəs. Bəs mənim övladlarım var axı, mənim balalarım var axı. Ayıb deyil sizə. Elə bilirsiniz, bu qırdığınız qəlbin Allah Taala sizdən hesabatını almayacaq. Qurana and olsun, qəlbdən ahdan ağır heç nə yoxdur. Elə bilirsiniz, bir pozğunluq əxlaqsızlıqdır. Ən böyük əxlaqsızlıq kiminsə haqqına girməkdir. Bax, Allaha and olsun deyirəm. Buna inanın, əmin olun. Mən ömür boyu heç bir qadının haqqında pis danışmaram. Mən bu yaxınlarda bir məclisdə oldum. Bir qadının haqqında mənim yanımda danışdılar. Mən oradan, bax, çaşqamı götürdüm, belə usulluca çıxdım. Mənə dedilər, niyə çıxırsan? Dedim, orada başqasının qeybətini qırırlar. Dedim, eləməyin. Dedim, siz o qadını görsəz, qaçıb qabağına görüşərsiniz. Böyründəki də belə elədi. Elə mən də səndən zəhləm gedirdi. Sən necə saat? Quran haqqı dedi, heç mən də səndən xoşum gəlmirdi. Olduğun kimi deyilsən. Canlıda başqa, həyatda başqasan. Adam sənə ürəyin verir. Elə vurdu. Mən Hyundai Elantra sürəm 2014. Yəni, mən ömür boyu heç bir Azərbaycan qadınının pis yola düşüb aşağılamağını istəmərəm. Mən bir qadından ötürü canını verən qızam. Mən əynimin paltarını çıxardıb bir qadına verən qızam. Mən ürəyimi bu dəqiqə verərəm. İnanırsınız, Allaha and olsun, adamın üstünə bu qədər gəlməzi günahdır. Bax, Allahın qapısının açıq olan vaxtıdır. Mən burada mənim haqqıma girənlərə Allahıma həvalə eləyirəm. Bu nə alqışdır, nə qarğışdır. Yenə deyirəm, mənim o 2 körpə balam üçün çəkdiyim əziyyətlər var ha. İnanın Allaha deyirəm, Allah Taala sizin qabağınıza çıxardacaq. Yenə deyirəm, tək həyatda əxlaqsızlıq, pozğunluq deyil. Ən böyük əxlaqsızlıq kiminsə haqqına girməkdir. Siz mənim haqqıma girdiyiniz üçün sizi Allaha həvalə eləyirəm. Ay bala, adama deyərlər, mən sizin namusuvuzam, qeyrətvizəm. Neyvə lazımdır, qurban olum. Anam deyilsən, bacım deyilsən, qardaşım deyilsən, sən neyvə lazımdır. Pis yaxşı evimdə ərim var. Ərimdir, əli yox, ayağı yox, özüm bilərəm. 12 ildir qucağımda daşımışam, gəlib sağ ol demişdin mənə. Sən neyvə lazımdır. Ac qoymuşam evdə, susuz qoymuşam, neyvə lazımdır. Çıxıb bir dəfə TikTokda deyib arvadım məni pis saxladı. Sən neyvə lazımdır. Niyə vadar eləyirsiniz ki, ailələr dağılsın? Niyə istəyirsiniz Azərbaycan qadını pis yola düşsün? Niyə bu qədər aşağılayırsınız? Heç günah deyil. Heç əlinizi vicdanınıza qoymursunuz siz. Necə o telefonun arxasından o söyüşü yaza bilirsiniz? Necə ürəyiniz gəlir? Necə vicdanınız yol verir sizin? Mənim TikTokda 988 minlik səhifəm var. 2016-cı ildən mən TikTok işlədirəm. Heç bir insan barmağın yumub deyə bilməz ki, Nərmin kiminsə haqqında pis danışıb. Kiminsə dəfələrlə mənim haqqımda burada danışıblar. Adıma pozğuna qədər deyiblər, söyüblər, bu tapcı aşağılayıblar. Şəkillərimlə məni vurublar. Görün bir adama susmaq qızıldı, danışmaq gümüş.
Mən ömür boyu bu qədər danışmamışam. Mənim öz çevrəm var, ha, mən öz sevənlər. Mənə deyir ki, niyə çıxıb bir dəfə açıqlama vermirsən ki, nə istəyirsiniz məndən? Deyirəm ki, yox, mən susuram, Allah onların cavabını verəcək. Mən susduqca Allah mənə digər qapı açır. Mən susuram, Allah mənə qapı açır. Mən susuram, Allah mənə qapı açır. Siz məni nə qədər aşağılayırsınızsa, başqa ölkədə oturanlar mənə deyir ki, çıx gəl başqa ölkədə işlə. Niyə qalmısan orada? Deyirəm, yox, mən öz torpağıma canımı verərəm. Xanım, mən ömür boyu belə çıxış eləməmişəm. Məni gir mənim kommentlərimə bax. 1000 dənə kommentin 400'ü söyüşdü. 400'ü söyüş, bir 100'ü qutabçıda adam oldu. Qalanları da ki, əyrimçə, özünü yığdırıb, əməliyyatdı, başdan ayağa yığılmadı. Yarısı da həcilər, hücülər. Həcə evinə girsin, çıxmasın inşallah. Valla. Gör, bir dənə adama mən kommentdə bir dənə negativ, bir dənə sərt bir söz yazaram. Çünki mənim neyimə lazımdır. Bu mən 60 qəpilik qələmi mən 100 manatlıq kimi daşıyıramsa, bu mənim günahım deyil ki. Allah yaradıb da, qurban olum. Allah həriyə bir şans verib də. Hələ də dövüz sizi anavuzun qarnına əkəndə kartof satan, soğan satan, biznesmi eləməyib ki. Yox, qurban olum. Sizi yaradandan mən adam tanıyıram. Vagonda sigaret satır da, ölkənin indi sigaretə gəlməyinə o baxır. Baxanlardan biridir demək olar ki. Yəni bahalı sigaretləri o əlində bax belə fırladır, mağazalara verir. Nə olar ki, sizin anavuz bacınız qutab bişirməyib? Az nöş elə deyirsiniz, gəlib qutabımı yiyib altının yağı damanda, sevgiliniz əlini tuturdu ki, axmasın yağ yerə, hayıfdır. İndi niyə aşağılayırsınız ki, olmaz, qutabçı gün görə bilməz, qutabçı paltar təqdim eləyə bilməz, nə oldu? TikTok'a gələ başqa yolla gəlməliydik də, vali kadı ilə gəlməliydik, kiminsə saxladığı kimi gəlməliydik, kiminsə tanıdığı kimi gəlməliydik. Olmazdı belə, biz qutabçı kimi qutabçı gəlmişik də, indi əl çəkin, qutabçıyam, mıxıvı çək üstümdən, qutabçıyam mən. Всё, başqa? Bacı, qutabçıyam da əl çək, sonra. Qutabçıyam da, ay bacı, neyiniyim, bu platformaya başqa cür tanınmalıydım mən. Əl çək də, bacı, qutabçıyam. Sonra başqa sözün. Mən ömür boyu onu danmamışam ki. Mən qutabçıydım, gəldim bir ilə qədər də Bakıda obyekt işlətdim. Gördüm, biraz qazın suyun ışığını çatdıra bilmirəm, gedib rayondan odun gətirə bilmirəm, əziyyət çəkirəm, uşaqlarımdan ayrı, bütün günü yollarda obyekti təhvil verdim. Gəldim, Allah belə yol açdı. Allah boy verib də mənə. İndi ayağım əyri olanda nə olar ki? Özüm ki əyri deyiləm. Paltarı üstümdə daşıyıram, sizə təqdim edirəm. Demirəm ki, paltara baxın, alın, almayın. Mən sizə bunu yalvarmıram ki. Sizə təqdim edirəm, siz də əziyyət çəkirsiniz, sağ olun, alırsınız. Vallahi Allah məni ucaldacaq. Bir gün məni söyənlər, siz mənə möhtac olacaqsınız. Yenə deyirəm, elə bilməyin ki, bədənin satan qadın əxlaqsızdır. Ən böyük əxlaqsızlıq, bax, burada sözün bəzilərinədir. Gəlib mənim haqqıma girib məni söyənlər. Bax, ən böyük əxlaqsız sizsiz. Əxlaqsızlığı da eləyən sizsiz. Niyə soyundun? Əcəb elədim, soyundum. Yaxşı elədim, soyundum. Nə oldu, az ərvi qoltuqla vurub gedib dənizdə bikinivi çöldə qoya bilirsən? Hə? Nə oldu? Nərmin çıqqılan bir də krop geynəndə soyunmuş oluram. Az hə? Dindar abidəsi. Sən Allah. Niqabıvı da örtərsən üstüvəyə birdən olarsan. Həcı xanım, İraq yaxşı həcı xanımlardan. Hacı xanımlardan, həclərdən yox. Hacı xanım, hacılardan. Bildin? Elə bil bu deyil. Gedib kupaniklə bikinisini çöldə qoyub, mində kişinin içində quma uzanan. İndi gəlib burada mənə əxlaq dərsi keçir. Paytda dövüncü oğru. Hə. Əxlaq dərsi keçir. Niyə soyun? Mən soyunmamışam. Mənim real həyatda geyimim budur. Şükür Allaha. Gördün? Moderatla bağladılar. Hə. Mənim real həyatda geyimim budur. Mən bu kropu geyinə bilərəm çəkilişimdən ötürü. Valla Qurana and olsun deyirəm. Bir dənə dantel kofta geyinmişdim kropun üstündən. Gördün də sən onu. Danteli mən, Samira adı nədir? Esi. Dantel kofta adı nədir? Hoca beyin çöldü. Dantel kofta giymişdim kropun üstündən. Gördün Nuray onu? Başqa mağazalarda modeller onu necə giymişdi? Allah canlarını sağ eləsin. Hamısı canımızdır, ürəyimizdir. Hamısı onun lifçiyin üstündən giymişdi. Onun komentarisində bizə nə yazdılar? Azərbaycanın bir nömrəli modeli. Hər şeyi üstündə daşıya bilir. Mən nətər, mən belə durmamışdım ki. Mən də normal geyinmişdim, mən də normal dayanmışdım. Hə, fərqimiz nə idi? Mən çuşqaya maxı, kropun üstündən geymişəm. Mən də onu buskalterin üstündən geyinsəydim, gözəl sözlər yazardılar mənə. Moderatorlar. Hə, Məryəm ağalardı. Hə, Qurana and olsun deyirəm. Bax, ona görə mənə ağızlarına gələn dedilər. Gördün Pəriş?
Gördün? O dantelli koftanı neynədir? Gəldi sağ olsun qardaşlarımız xanımları ilə dedi ki, xanımın əynindəki koftadan istəyirəm. Yeni ildə hamı geyindi. Zaten o danışanlar Burada boş-boş nə var? danışanlar. Mənim real həyatda geyimim budur. Qurban olum sizə. Mən filmə baxırsınız da, kinoya baxırsınız. Düzdür? Aşkı Memnunda görürsünüz. Oğlanla qız öpüşür, sığallaşırlar, hoqqa qalmır çıxardılar, amma görürsən ki, real həyatda onlar dostdular. Heç adam bir-birlərini görəndə yollarını dəyişərlər. Hə valla, tül köynəyi mən geymişdim kropun üstündən. Bax elə belə bir kropun görə üstündən deyirlər də geymişdim. Belə bir kropun üstündən geymişdim. Mənə altından yazdılar kutapçı, nə bilim cındır, şıntır, adam oxşamayan, əyrimçə, özünü yığdırdı, əməliyyat sağ olsun, həkimlər sağ olsun, kitab dili sözlərini düzdülər. Amma başqa modellər, başqa mağazalarda geyinmişdi liftçiyin üstündən. Girdilər ona, sən nə yazdılar? Azərbaycanın bir nömrəli fenomeni. Nə geyinir, əyninə yaraşır. Qız deyil, qızıldır. Canınız sağ olsun. Heç nə olmaz. Nə olacaq ki? Allah bax öyle ürəyi bizə görə versin. Getdik təqdimatımızda qızlar. Getdik. Getdik təqdimatımıza. Xanımlar. Geyimlərlə bağlı suallarımızı oxuyacağım. Başqa suallar görməyəcəm.